Üzr istəyirsə Ərəstun bəy qoşulub. Alo. Salam Qurban bəy, Pənah bəy, Rüstəm bəy, Əli bəy, hər kəs salamlayıram, izləyiciləri salamlayıram. Hər kəsin bayramı mübarək, bütün həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edirəm. Qurban bəy, dünən Pənah bəy dedi ki, güya bu müzakirələr müxalifəti gözdən salmaq və yaxud həmin o bir illik hakimiyyəti gözdən salmaq məqsədi güdür. Mən ümid edirəm ki, bu studiyada olanlar və bugün bu müzakirədə iştirak edənləri nəzərdə tutmur Pənah bəy. Çünki bizim heç birimizin belə bir motivimiz yoxdur və buna səbəb də yoxdur. Siyasi baxımdan heç bir səbəb yoxdur. 32 il qabaq baş verib məğlubiyyət, faciəvi bir məğlubiyyət və 32 ildir Pənah bəy yəqin buna etiraz eləməz. Elçibəy hökumətində yüksək vəzifələr tutmuş şəxslərin az qala hamısı olmasa da bir xeyli hissəsi 20-yə yaxın partiyanın rəhbəridir bu günəcən. Yəni dünyanın hətta ən diktator ölkəsində belə bu cür nümunələr olmur. Yəni ola bilər, məsələn tutalım ki, Nelson Mandela olub həbsxanada və s. Amma tutalım ki, həmin Venezuelada bilirsiniz ki, bir müxalifət lideri iflasa uğradı, yerinə başqası gəldi və Azərbaycanda bu 32 ildir davam edir. Pənah bəy, burada müzakirələrdə məqsəd kimisə gözdən salmaq deyil. Mənə elə gəlir ki, Azərbaycanda kimlər özünü gözdən salmalıdırsa, yetərincə salıbdır və buna qoşulmağa da ehtiyac yoxdur. Ona görə bir-birimizin ünvanına ittihamlar səsləndirməyək. Qurban bəy, siz deyirsiniz ki, Sülhəddin Əkbəri məhkəməyə vermək. Sülhəddin Əkbər ad çəkmir, Sülhəddin Əkbər ad çəkə bilməz. Ona görə ki, o xüsusi xidmət orqanının rəhbərlərindən biri olubdur və o həmin məxfi məlumatlara görə məsuliyyət daşıyır. Bu bir. İkinci, kim agent olub, kim nə olub, bunlar o qədər mənasız və əhəmiyyətsiz söhbətlərdir ki, artıq olan olub, keçibdir. Hə, əgər o agent olmuş şəxslər bugün Azərbaycanın siyasi arenasında müəyyən bir rol oynayırsa, o başqa söhbət. Amma o da yoxdur. Bugün Azərbaycan siyasi arenasında İlham Əliyev rol oynayır. Başqa heç kimin rolu yoxdur. Yox, Ərəstun bəy, niyə? Azərbaycanda ictimai fikrin formalaşması və yönləndirilməsində Pənah Hüseynin az rolu yoxdur, İsaqın bəyin az rolu yoxdur, sizin az yoxdur. Qurban bəy, Azərbaycanda ictimai şuur, Azərbaycanda ictimai rəy əgər prosesləri düzgün məlumat alıb, düzgün qiymətləndirilsəydi, həqiqətən bir il ərzində ağla sığmaz işlər görmüş bir hakimiyyət, Azərbaycan tarixində, müasir tarixində yeganə legitim hökumət 32 il müxalifətdə qalmazdı. Xalq onu qaytarardı hakimiyyətə. Bəlkə mənim tezistim bir qədər çox maraqlı tezistir. Pənah bəyin də bu məsələyə münasibəti maraqlı olacaq. Doğrudan da bu çox ciddi məsələdir. Amma iş görülür, baxın, bu həqiqətdir. O oğru hökumət olmayıb, o quldur hökumət olmayıb, o xəyanətkar hökumət olmayıb. Hə, o zəif hökumət olubdur. Bunun da obyektiv və subyektiv səbəbləri olub. Bu barədə mən Pənah bəyin dediyindən razıyam. Amma Pənah bəy niyəsə bu əməliyyat sözündən elə bilin ki, belə oddan qorxan kimi, pis mənada demirəm Pənah bəy, birdən xətrinizə dəyər o qorxmaq sözü. Oddan qorxan kimi qorxur. Qardaşım, Milli Təhlükəsizlik Nazirinin birinci müavini başda olmaqla xüsusi təyinatlı dəstə Gəncədə. Daxili qoşunların komandanı başda olmaqla daxili qoşunlar Gəncədə. Prezident Qvardiyasının komandiri başda olmaqla Prezident Qvardiyası Gəncədə. Hərbi Nazirlik bu və ya digər həcmdə şəkildə prosesə cəlb olunub. Əməliyyat başqa necə olur ki? Bu adamlar bəyəm Gəncə qaymağı yeməyə getmişdilər. Daxili qoşunlar Gəncədə. Yox, qutardınızmı? Mən cavab verim. Qutaranda deyəcək, buyurun cavab verəsiniz. Niyə bu əməliyyat sözündən bu qədər ehtiyatlanırsınız? Valla deyərsiniz ki, nə bilim, Dərəsin Oruclu, mən adi bir məmur olmuşam və o uğursuzluğa görə ictimaiyyət qarşısında da üzr istəmişəm, öz payıma. Amma niyə görə hakimiyyət qiyamı yatırmaqdan çəkindi? Dövlətə silah qaldıran məhv edilməlidir, bu aksiyomdur. Bunun
üçüncü bir tərəfi yoxdur. Heydər Əliyev Sürət Hüseynovu da məhv elədi, sıradan çıxardı, Rövşən Zavadovu da. Rövşən Zavadovla bağlı ziddiyyətli münasibətlər var. Çoxları deyir ki, Rövşən Zavadovun siyasi iddiaları yox idi. Axı, gəlin həqiqət danışaq da, Rövşən Zavadov siyasi partiyalarla danışıq aparırdı. Hətta deyirdi ki, sən filan vəzifəni tutarsan, sən filan, mən də prezident olacağam. Rövşən bəyanatı var da rəhmətin. Deyir ki, ya özü istefa verməlidir, ya zorla gedəcək. Bəli, bəli. Yəni, Heydər Əliyev göstərdi ki, dövlətə qarşı qaldırılan silah qaldıran əl kəsilməlidir. Amansızcasına. Niyə bu günəcən bunu inkar edirsiniz ki, yox, biz heç bir əməliyyat keçirməmişik. Əməliyyat keçirməmişizsə, bu o əməliyyatı uğursuzluğa düçar eləməkdən daha ağır cinayətdir, üzr istəyirəm. Necə yəni, siz görürsünüz, aylar boyu mənim təkcə Əbülfəz Elçibəyin adına gedən MTN-dən bu agenturanın fəaliyyəti haqqında QRO agenturasının təkcə 3 arayışı mən tərtib eləmişəm. Öz məlumatlarım, öz əməliyyat işlərim üzərində. Yəni, hər kəs bilirdi ki, Azərbaycanda qiyam hazırlanır. Bu qiyamın qarşısı silah gücünə alınmalıydı. Mən bir dəfə Sürəddin bəyin özünə demişəm. Gəlib insanlar Gəncədə Milli Təhlükəsizlik Nazirliyinin şöbəsini silahlıları, Sürətin silahlıları gəlib mühasirəyə alırlar və içəridə də xüsusi təyinatlar var. O xüsusi təyinatlar nəyə qadirdir, mən bunu yaxşı bilirəm. Mən soruşdum ki, Sürəddin bəy, siz niyə atəş əmri vermədiniz? Dedi, ortada mülki şəxslər var idi. Qardaşım, əzizim, iki silahlı dəstənin arasına girən mülki şəxs ölə də bilər, öldürülə də bilər, yeri gələndə öldürülməlidir də, üzr istəyirəm. Amma dövlət belə işləyir. Dövlət belə işləməyəndə o məğlub olur. O bir xalqı 30 illik bəlaya, fəlakətə düçar eləyir. Razısınız bundan Pənah bəy, yoxsa yox? Bu dedikləriniz əlifba xarakterli məsələlərdir və mən əvvəla diqqət eləmişsinizsə dünənləri heç bir əməliyyat olmamışdır ifadəsini işlətmədim. Mən dedim ki, hər üç nazirlik, təhlükəsizlik sektoru nazirliklərinin xətti ilə tədbirlər planı hazırlanmış, həyata keçirilirdi. Buna ona görə əməliyyat deyilmiş ki, o vaxtdan indiyə qədər bu əməliyyat sözü ətrafında manipulyasiya gedir. Güya Tufan adlı bir əməliyyat hazırlanıbmış. Bu Gəncəyə və hərbi hissələrə demək, atəş açıb onları məhv eləmək məqsədi ilə hazırlanıbmış və s. Və o cümlədən demək, bu aparılan istintaqda və məhkəmə də bu versiyanın üzərində qurulurdu. Ona görə əməliyyat deyən kimi demək, bu məsələlər demək olmayıb və mən deyirəm ki, heç bir əməliyyat olmayıb. Mən belə bir fikri ifadəni nə dünən işlətmişəm, nə də ondan əvvəl işlətmişəm. Mən bir çoxlarından fərqli olaraq öz dediklərimi demək yazılı həm də hələ 93-cü ildən üzübəri ifadə edirəm və baxsanız orada belə bir iddianın mənim tərəfimdən olmadığını da görərsiniz. Ona görə də demək, mən icazə versəz, Qurban bəy, mən burada bayaqdan axtardım, tapdım indi və həmin o əməliyyat deyilən, yəni o tədbirlər məsələsi barədəki təhlükəsizlik Təhməzovun və Dadaş Rızayevin ifadələrini oxuyum. Əgər maraqlı olarsa. Buyurun. Bax, Dadaş Rızayev ifadəsində göstərmişdir ki, 25.05.93 tarixdə Dövlət Müdafiə Komitəsinin müşavirəsi olmuş. Həmin müşavirədə 709 saylı hərbi hissənin hərbi qulluqçularının quldurluq etmələri və Sürət Hüseynovun hərbi hissəyə əmr verməsi söylənilmiş. Prezident Elçi və 709 saylı hərbi hissənin ləğv edilməsi barədə əmr verilməsinə göstəriş vermiş. Həmin iclasda baş prokuror və digərlərinin tapşırılmış deməli qısa gedirəm və demək gəlib çatır ki, ayın 30-unda və 1-də də Pənah Hüseynov hərbi hissələrə atəş açılması nəyin bahasına olursa olsun ya məhv edilməsini bu hərəkətdə iştirak edənlərin və yaxud da həbs edilib təcrid olunmasını sərəncamını vermişdir. Yəni bu indi mən geniş şəkildə oxumuram. Təhməzovun eyni xarakterli, yəni o vaxt Milli Təhlükəsizlik Naziri Fəxrəddin Təhməzovun da eyni xarakterli məsələlər var və Sürəddin Əkbərin burada iki demək yerdə yazılı demək ifadələri var və hər birində də demək təhlükəsizlik sektoru rəhbərləri, nazirlər və Geniş ştabın baş qərargahın rəisi ora getmiş həmin o demək Ərəstun bəyin dediyi
xüsusi təyinatlı demək dəstənin 40 nəfərlik dəstənin komandiri və onun müavininin onların hamısı deyir ki, bizə demək atəş açmaq əmri əgər qanunvericiliyin tələb elədiyi bir situasiya varsa tapşırığı, hüququ verilmişdir və biz qan tökülməsin deyə bu addımlara getmədik. Təxminən belə bir ifadə vermişdir. Yəni söhbət burasındadır ki, bu işin siyasi cəhətdən, siyasi rəhbərlik tərəfindən həm qanun çərçivəsində açığı hətta məsələn o dünən deyəsən mənə belə bir fikir səsləndi. Mən siyasi məsuliyyəti öz üzərimə götürürəm. Mən başqa cür yazmışam onu. Mən yəqin axtarımdan gördüm. Demişəm ki, çalışın qan tökülməsin. Amma vəziyyət elə ciddidir ki, qan tökülməsi üçün də qanun və Allah qarşısında məsuliyyəti mən öz üzərimə götürürəm. O məşhur Milli Təhlükəsizlik Nazirliyindəki müşavirə deyilir ha. Bax orada mənim səsləndirdiyim fikirdir və bu ifadələrdə yeri gəlmişkən Pənah Hüseynin həmin fikri əks olunubdur. O cümlədən həmin gecə, yəni 3-dən 4-dən keçən gecə, yeri gəlmişkən prezident tərəfindən prezidentlə əlaqə saxlayıb, burada Müdafiə Nazirliyinin verdiyi məlumat vardı. Mən prezidentlə əlaqə saxlayıb. Pənah Hüseynin dediklərini dedim. Dedi ki, Pənah Hüseynin göstərişlərini yerinə yetirir. Ayın 3-dən 4-ünə keçən gecədə mən bu əmri yerinə yetirilməməsi istiqamətində məsuliyyət daşıyan adamların özlərinin ifadəsinə görə siz hamınız təxribat edirsiniz. Hələ onların ifadəsi belədir. Əməliyyatı pozursunuz. Hamınız cavab verəcəksiniz, həbs olunacaqsınız və hətta da ağır ifadələrlə deyilib. İndi bilirsiniz, uzun müddət bu məsələlər yaranmış siyasi vəziyyətə görə deyil. Mən ona görə təsadüfən olma dedim ki, hər şey məhkəmə materiallarında var. Orada yalanlarla yanaşı həqiqətlər də əks olunubdur. Və ifadələrdə, ayrı-ayrı izahatlarda, sənədlərdə və s. O baxımdan tam iddia ilə bildirirəm. Həmin qanunun yatırılması üçün prezident, o da bir də baş nazir, Ali Sovetin sədri bu məsələlərə birbaşa iştirak eləməyirdi. Və digərləri tərəfindən ümumi ən qəti tədbirlərin görülməsi barədə siyasi qərar, göstəriş, sərəncam, əmr verilibdir. Bu yerinə yetirilmədi. Onun da məsuliyyəti bizim üzərimizdədir ki, gərək elə kadrlar olaydı ki, bu icra olunaydı. İndi biz öz üzərimizdən bunu atıb digərlərinin üzərinə sanki məsuliyyəti qoymaq kimi görünməsin deyə bir sıra hallarda necə deyirlər, mən məcbur oldum bu ifadələrə müraciət elədim. Demək etmir ki. Ona görə də bunu biləsiniz. Yəni bu deyilibdir, sadəcə olaraq bu icra olunmayıbdır. Bunun da məsuliyyətinin əlbəttə ki, bir xeyli hissəsi yenə bizim siyasi rəhbərliyin üzərinə düşür. Buyurun. Ərəstun bəy, başqa deyəcəyiniz sualınız varmı? Mən Ərəstun bəy burada gəlmişkən, mən baxdım dünənki o söhbətdən sonra bir neçə gün qabaq. O 5 nəfərin iştirakı ilə görürsünüz. Peyğəmbərin istifası ilə bağlı olan məsələ barədə dediyə bir aydınlıq gəlsin. O yarımçıq qalmasın. Çünki orada yenə elə Süleyman bəy kimi o Ərəstun bəy də belə ümumi danışır, amma təxminən bilinir də bu 5 nəfər olubsa, o İsa Peyğəmbər istifa versin, qəti onun üzərində qətiyyətlə durulması, kiminsə bunun əleyhinə olması və s. deyilən, bunu təxminən 5 adamın içində... Ərəstun və Sülədin tay deyil, Naratovu deyək. Yox, mən deyim sizə ki, bu məsələ köhnə məsələdir, 90-cı illər, 97, 96, 98... İcazə verək Ərəstun bəy desin bildiyim... Yox, icazə ver, mən sözümü qısarım, sonra Ərəstun bəyə ver, deyəcək. Mən tam əvvəlcədən deyirəm, mənim iştirakımla, mənim bildiyim, eşitdiyim hətta bu formatda hər hansı bir iclas, müzakirə İsa Peyğəmbərin istifası ilə bağlı məsələsi yerli, dibli olmayıbdır. Bu barədə səhv eləmirəmsə, mən dünən də dedim, səhv eləmirəmsə, çünki tapa bilmədim hələ bugün materialları taparam. Əli bəy Kərimlinin və Cəmil müəllimin müsahibələrindəmi, ya hansısa yazılarındamı buna oxşar bir ifadə var. Mən güman edirəm ki, ayın 8-də mənim Milli Məclisdə çıxışım zamanı lazım olsa deyərik, İsa Peyğəmbər də hətta istifa edilər, lakin bu cür addımlar və bu cür çıxışlar edilməsin deyə fikrimdən çıxaraq hansısa bir belə bir təəssürat yarana bilər. Bu mənim ehtimalımdır ha. Ərəstun bəy elə danışdı ki, mən qulaq astım onun çıxışına. O belə görüntü ki, bunu müşahidə edibdi, görübdü, əlində belə %100 dəlilli, sübutlu, mötəbər bir məsələ var. Mən çox belə təəccüb eləyərəm əgərləri mən belə bir şey özümün də xüsusən iştirakım olubsa və unutmuşamsa. Bir daha deyirəm, İsa Peyğəmbərin istifası ilə bağlı nə o formatda, nə başqa bir formatda, hər hansı, nə İsa Peyğəmbərin otağında, nə başqa bir yerdə, hər hansı müzakirənin olması haqqında mənim
məlumatım yoxdur, iştirakım olmamışdır. Olsaydı bilərdim. Ona görə də tam qətiyyətlə deyirəm ki, belə bir məsələ olmuyor. O 5 nəfərin hamısı sağdır. İsa bəy daxil olmaqla. İsa bəyin 98-ci ildə mən bir daha baxdım. Bugün Facebook'a qoyaram. Hörmətli bu eşidənlər də tanış olarlar. İsa bəyin konkret bu məsələ barədə, çünki ona sual verilib ki, deyilənə görə Pənasyen sizə təsdiq edib. Geniş və təbərrüatlı bir açıqlaması var. Oradan da oxuyarsınız. O da bu məsələni inkar edir. Ərəstun bəy deməyib ki, Pənasyen təsdiq edir. Yox. Mən deyirəm ki, belə bir bəlkə dedim o olar da. Elə bir hadisə çünki o vaxt müzakirə olunur. Yox, hələ Ərəstun bəy Mənim üçün də maraqlıdır sözün doğrusu. Ərəstun bəy bu barədə çünki adlar çəkilib orada ki, o cümlədən mənim adım ki, filan kəslərin iştirakı ilə. Mən bir daha təkrar edirəm. Belə bir müzakirə olmayıb. Bu barədə açıqlama versin, mən də bəlkə Ərəstun bəy buyurun, söz sizə. Deməli, mən Pənah bəyə təşəkkür edirəm. O dünən biraz aydınlıq gətirdi orada Əli Kərimli və Cəmil müəllimin adını çəkməklə. Halbuki bu 97-ci ildə olub. Mən o söhbəti artıq hardasa 94-cü ilin əvvəlində eşitmişdim. O vaxt hələ MTN-də çalışırdım və artıq getmək üzrə idim. Bax, onda eşitmişəm o söhbəti. Amma Pənah bəyin dediyindən, izahından çox qəribə bir mənzərə alınır. Belə çıxır ki, ölkənin ikinci şəxsi olan və səlahiyyətin ötürülməsi baxımından konstitusiyaya əsasən faktiki və yaxud potensial prezident vəzifəsinin icrasına namizəd olan İsa Qəmbər elə öz kefinə istefa verib də. Əgər deyirsinizsə ki, bu müzakirə olunmuyub. Ərəstun bəy, siz kifayət qədər fikrinizi səviyyəli ifadə eləyərsiniz, eləyən adamsınız, bilirəm. Ona görə İsa bəyin qeyd elədiyi müsahibəsində bu məsələ, özünün də istifası məsələsi geniş, təfərrüatlı bir aydınlıq gətirir. Mən onu bugün paylaşaram, tanış olarlar. İsa bəy deyir ki, mən bir daha burada bir-iki tezisdən deyim. Deyir, yaranmış vəziyyətdə qiyamın hərbi silah yolu ilə yatırılması yox, bunun lokallaşdırılması Gəncə və onun ətrafı ilə xətti qəbul olunan sonra siyasi qüvvələrə, o cümlədən Heydər Əliyev və AMP müraciətlər edilibdir. Heydər Əliyev hakimiyyət bölgüsü təklif olundu. Mən də dəfələrlə dediyim məsələdir, ümumi çünki kurs olub. Heydər Əliyev baş nazir olmaq vəzifəsindən imtina edibdir. Belə məlum olubdur ki, o razı ola bilər bu qiyama qarşı demək fəaliyyətdə iştirak edə bilmək üçün Ali Sovetin sədrliyi məsələsində. Ona görə də belə bir momentdə mənim istifa verməməyim, artıq hökumətin də silah işlətməmək qiyamçılara qarşı, yəni hərbi yolla yox, danışıqlar yolu ilə bu məsələni nizama salmaq xətti qəbul olunub. İsa Qəmbər, baş verən hadisələr bütövlükdə İsa Qəmbərin məsuliyyəti və yaxud günahı və yaxud vəzifə hərisliyi üzündən baş verir. Ona görə də mən götürüqü elədim deyir və demək istifaya getmək barədə qərar qəbul elədim. Özü istifa vermək İsa Qəmbərin şəxsi təşəbbüsü olub, başa düşmədim. Bəli. Bu nə tədbirdir? Bu nə də hakimiyyət? Yox, bəs İsa bəy heç kim İsa bəy Ali Sovetin sədri idi. İsa bəy Ali Sovetin sədri idi və İsa bəy Ali Sovetin sədri idi və Ali Sovetin sədrinin istifa vermək tam şəxsi təşəbbüsü ilə olur. Başqa bir onu kiminsə yəni heç kəslə müzakirə eləmədən, razılaşdırmadan belə ki, götürüb istifa verdi. Yox, indi bu siz məsələni bilirsiniz, tərif edirsiniz. Yox, Ərəstun bəy onu deyir. Onun sözü yox. Ərəstun bəy deyir ki, mən onu eşitdim, deyir ki, demək əvvəlki adında güya İsa Qəmbər təzyiq və təhdid altında, bilmirəm, təzyiq altında. Təzyiq yoxdur, yəni təkid İsa bəy də deyir ki, əlbəttə ki, müzakirələr gedirdi həmin dövrdə. İndi mən istifa versəm də, amma mənim istifam qəbul olunmamışdı. Mən ayın 7-sində yazı ərzəmi prezidentə təqdim eləmişəm. 27-ci yılında mən rəsmən baş nazir vəzifəsindən hələ Heydər Əliyevin təqdimatı ilə azad olmuşam. Demək, ərzə verdikdən 20 gün sonra. İsa bəyin əlbəttə ki, müzakirələr gedirdi. Biz hər gün demək, bu yaranmış situasiyanı müzakirə edirdik, toplanırdıq prezidentin yanında və bu yuxarıda qeyd elədiyim siyasi müxalifətlə olan danışıqlar, konkret Heydər Əliyevlə Etibar Məmmədovla danışıqlar da bu müzakirələrin predmeti olurdu. Vəziyyətdən çıxış yolları, hansı addımlar atmaq barədə fikirlər səslənirdi və bütün bunlardan sonra şübhəsiz ki, İsa bəy belə bir qərarı qəbul edib. Konkret nüanslara İsa bəyin özü tərəfindən əlbəttə ki, aydınlıq gətirilməsi daha doğru olar. İndi mən burada Bunda Ərəstun bəy bildiyin desin, Ərəstun bəy söz verir, desin bildiyin. Buyurun. Qəribə bir mənzərə alınır. Qoy, necə deyərlər, bizi o Qarbaçov deyirdi, qoy xalq bizi mühakimə eləsin. Deməli, ayın 7-sində Pənah bəy ölkənin baş naziri istefa ərizəsi verir. Qiyam 4-ündə başlayırdı.
Onun ardınca İsa Qəmbər parlamentin spikeri və açar vəzifələrdən birini tutan şəxs istefa verir. Pənah bəyin dedi ki, müzakirələr gedirdi. Amma eyni zamanda biraz əvvəl dedi ki, İsa bəy özü öz təşəbbüsündən istefa verir. Yəni İsa bəy kimsə istefa ərizəsi yazmağa yönləndirsin və yaxud siz istefa verməlisiniz, istefa ver, yaranmış vəziyyətdə belə bir məsələ olmayıb olsaydı mənə məlum olar. Mən o mənada o fikri dedim ki, indi İsa bəy bir gün gəlib cənab prezident və yaxud hörmətli dostlar, mən istefa vermək qərarına gəlmiş, verirəm kimi, yəni bunu səsləndirməyib ki. Yəni müxtəsər sözün Pənah bəy dinləyən. İndi baxın qəribə nə alınır Qurban bəy. Ayın 4-ü qiyam başlayır. Ayın 7-si baş nazir istefa verir. Əbülfəz bəy Kələkiyə nə zaman getdi? Ayın neçəsi idi? 14'ü. 14'ü. 10 gün ərzində Mən bilirəm nə vaxt deyirəm özür deyəsiz. Ola bilməz axı yaddan çıxsın. ölkənin 3 mühüm vəzifə 17-sində getməlidir. 17-si. 17'si. olsun, hətta 17-si fərqi yoxdur. Ölkənin 3 mühüm vəzifə tutan şəxsi ikisi istefa verir. Üçüncüsü Əbülfəz bəy parlamentdə hamının gözü qabağında Heydər Əliyevə səs verməyə təkid elədi. Olub belə şey Pənah bəy. Yəni bunu bütün ölkə görüb. Amma o görüb də, insanlar deyib bu arada. Ölkənin ikinci şəhəri qiyamçıların əlində olan Gəncəyə Hacı Vaqif icra başçısı təyin olunur. Əbülfəz Elçibəyin sərəncamı ilə bundan əvvəl. Olub mu belə bir şey? Bəli. Bəli. Mən şəxsən o sərəncamı mən çap eləmişəm. Qurban bəy. Siz istəyirəm Ərəsun bəy, siz nə vəzifəsində işləyirsiniz? Mən də orada Bu vaxtı mən xatırlamıram indi. Necə? Onlar kompüterdən davrana bilmirdilər orada. Axşam vaxtı idi, işçilər yox idi. Mən bacarırdım, mən götürdüm, çap elədim o sərəncamı. Mən düz istəyirəm Ərəsun bəy. Mən doğrudan bilmirəm ha. Siz o vaxt nə vəzifəsində işləyirdiniz və bu kompüteri yəni hardan, kim davrana bilmirdi? Siz Gəncədə işləyirdiniz? Xeyr, mən Bakıda işləyirdim. Vəzifəsi deyində indi keçib görün nə vaxt. Hansı vəzifədə işləyirdiniz? İran baş verəndən 2 gün sonra mən mətbuatda Dövlət Sirlərinin Mühafizə Baş İdarəsinin rəisi təyin olunmuşam. Dövlət nə? Təbii ki, komanda qlavlik qurumun. Bilirəm, o sizin indi bu dediyiniz ki, çap eləyən yox idi. Yəni prezident administrasiyasında çap eləyən yox idi, yoxsa? Axşam saatları idi, gecə idi. Pənah bəy. Yəni bunun canlı şahidləri var, Əli Məmməd bəy təsdiq eləyə bilər. Mən əlimlə onu çap eləmişəm. Dedilər ki, sərəncam, mən dedim ki, nə sərəncam? Dedi ki, Hacı Vaqifi Gəncənin icra başçısı təyin eləmək. Baxın, mən cəmi 4 dənə faktı sadaladım. Mən hələ onu demirəm ki, qiyamçılar zorla hakimiyyət nümayəndələrini girov götürürdülər, qovurdular, nə bilim, öldürdülər icra başçısının müavinini Göyçayda. Ondan sonra o Heydər Əliyevin sonra alçaltdığı və qorxudan ölən Qasım Kərimov, Karyer Qasım deyilən. O özü pul verib hakimiyyəti götürdü. Yəni, bunların hamısı qiyam idi də. Bu qiyamın fonunda 13 gün ərzində, ayın 4-ü və 17-si, dövlətin 3 yüksək rəsmisinin bu və ya digər şəkildə özünü proseslərdən kənarlaşdırması, bu məgər hakimiyyətin ötürülməsi deyilmi? Hakimiyyətin ötürülməsi daha necə olur ki? Demək, hakimiyyətin ötürülməsi məsələsini bir aydınlaşdıraq, konkret nə nəzərdə tutursunuz? Onda mən də ona, mən sizin suallara cavab verəcəm. Yəni siz demək istəyirsinizmi ki, yox, mən sizin əvvəlcə deməyə çalışım ki, bəlkə dinləyicilər də başa düşsün. Yəni demək istəyirsiniz ki, qəsdən prezidentliyin, baş nazir vəzifəsinin postun, Ali Sovetin sədri də öz postun qəsdən, eləmi, şuurlu şəkildə hansısa bir motivə görəsə verib özlərin biri Kələkiyə gedir, biri həbsə gedir Gəncəyə, biri də gizlənir. Yox, mən belə bunu başa düşmək olar mı? Yoxsa... Benim şeylə qeyri-şuuriz olar bilər, Pənah bəy, sən ağıllı adamsınız. Yox, icazə versən bir, sakit ol. Mən Ərəsun bəy də işmək istəyirəm ki, o nəzərdə tutur ki, eləmi, desin hə. İzah eləsin də bu, Ərəsun bəy uşaq deyil, özü izah eləyəcək. Ərəsun bəy, buyurun. Siz hakimiyyətin ötürülməsini deyəndə nə nəzərdə tutursunuz?
Burhan bəy, həmin ərəfədə, mən indi bir detal da əlavə edəcəm. Həmin ərəfədə son anda Əbülfəz Elçibəyin sərəncamı ilə 3 güc strukturunun rəhbəri dəyişdirilir. Doğrudurmu? Belə mi olmuşdu? Bəli, bəli. İndi Ərəstun Orucunun siyasi polemika ilə nədəsə inandırmaq olar, o hadisələrin şahidi olur. Siz milyonlarla Azərbaycanlıya biz necə izah eləyək ki, bu hakimiyyətin ötürülməsi deyildi? Yox, nə demək ötürülməyə? Yəni, Üzr istəyirəm. Yəni onu konkret qəsdən, şuurlu şəkildə hakimiyyəti əl çəkib hakimiyyəti kiməsə vermək deyirsiniz, yoxsa nə başa düşülür? Mən başa düşmürəm cavab vermək. İtibarı ilə bu baş verib də, mənim sadaladığım şeylər hakimiyyətin ötürülməsinin əlamətidir. Mən hələ Rəsul Quliyevin gətirib baş nazirin müavini təyin olunmasını demirəm. Halbuki ondan əvvəl tutulan, yəqin siz bilirsiniz də, Əbdül Hüseynovun həbsini. Yeni Bakı Neft Ayırma Zavodunun direktoru, deputat. Onun bu məsələlərə nailiyyət olacaq. Yəni hakimiyyətin ötürülməsi dedikdə bəziləri elə başa düşüb, mən bunu təsadüfən vermirəm, bu suallar. Belə qələmə verirlər ki, bunlar hamısı əvvəlcədən Heydər Əliyev və yaxud Rusiyada, ya hansısa xarici ölkədə planlaşdırılmış belə deyənlər var. Yox, əvvəlcədən yox, Pənah bəy. Xahiş edirəm, Pənah bəy. Mənim dediyimi heç bir yana yozmaq lazımdır. Mən kifayət edəm. Yox, mən yozmasam cavab verə bilmərəm. Axı, sən konkret desin ki, mən bunu necə edəcəm? Əlbəttə ki, biz hakimiyyətdən konkret yaranmış vəziyyətdə, bu dəfələrlə deyilibdir, bir daha təkrar edib. Əsas bizim strateji hakimiyyət vəzifəmiz o idi ki, məqsədimiz ondan ibarət, motivi ondan ibarət idi ki, prezident hakimiyyəti saxlansın. Ölkə hərbi, siyasi böhrandan, bu vəziyyətdən çıxsın. Sonra yaranmış situasiyada demək, vəziyyətə baxarıq. Təxminən baxarıq ifadəsi nə qədər düzgün belə necə deyərlər, səslənməsə də. Əsas strateji məqsəd bundan ibarət idi. Pənah Hüseynin də vəzifəsi, çünki bu məsələ belə söz deyil, indi deyilən söz deyil. Bu müzakirələrdə deyilən sözdür, açıq şəkildə. Bəlkə də yəqin ki, protokollara da düşübdür. Deyilib ki, Əbülfəz bəyə də və deyilib ki, bizim əsas vəzifəmiz odur ki, hətta formal da olsa, mən bu söz özümə məxsus olduğuna görə deyirəm. Prezident Əbülfəz Elçibəy demək, institutu saxlansın Əbülfəz Elçibəy şəklində. Bir çox addımlar, o istifaların da əsas səbəb məqsədlərindən biri bundan ibarət idi. İkincisi, prezident hakimiyyətinin ötürülməsindən söhbət getmir. Əgər elə olsaydı, Əbülfəz Elçibəy buradan istifa verərdi, sakitcə müəyyən təminatları da alardı. Bunu bizim bu dinləyənlər də bir diqqət eləsinlər, xahiş edirəm. Müəyyən təminatları da alardı. Gedib müalicə olunmadı 4 il Əbülfəz Elçibəy Kələkidə və nəticədə həyatdan da tez getdi. Bunu hamı bilir. Və Heydər Əliyev də sakitcə 25 yılında deməzdi ki, orada oturan hakimiyyət legitim hakimiyyət deyil və mənəm legitim prezident demədən bu məsələləri bu şəkildə davam etdirərdi. Əgər hakimiyyətin, çünki hakimiyyət konkret halda prezident hakimiyyətidir. Milli Məclis vardı, amma seçilməmişdi və legitimliyi xeyli dərəcədə şübhəli idi. Ölkədə əsas legitim hakimiyyət prezident hakimiyyəti idi. Əgər siz bunu o cümlədən prezident hakimiyyətinin ötürülməsi kimi nəzərdə tutursunuzsa, Əbülfəz Elçibəy özünün prezident seçilmə müddəti başa çatana qədər ona xeyli dilə tutmalara, vədlərə və təzyiqlərə, hədələrə və s. baxmayaraq, mən prezidentəm, mənim müddətim qutarandan sonra artıq bu müddət başa çatır iddiasında bulunmazdım. Bu da real faktlar bunlar ibarət. İndi mən bunları deyəndən sonra çox istəyirəm ki, yəni hakimiyyətin ötürülməsi, o cümlədən prezident hakimiyyətinin ötürülməsi kimi də başa düşülürsə, bu faktlara da ziddi və doğru da deyil və belə də olmuyor. Biz xalq cəbhəsi olaraq, biz xalq cəbhəsi olaraq, mən sizə bir moment danışım. Prezident səlahiyyətləri faktik olaraq ötürüb, qalan vəzifələr rəsmi olaraq. Mən sizə deyim ki, xalq cəbhəsi... Siz mövzudan qaçmayın, xahiş edin. Yox, mən qaçana olan deyirəm. Mən xahiş edirəm, belə sözlər işlətməm. Demək, mən buradayam, heç yerdə getmirəm. Mövzunu yayındırırsınız. Baxın, mən sizə nə sədaladım? Sizə elə gəldi, bəli. Siz dediniz ki, mən istifa vermişəm ki, prezident hakimiyyəti saxlansın. İsa Qəmbər istifa verib ki, o siyasi müxalifətlə Heydər Əliyev, Etibar Məmmədov və digərlərinə konkret halda Heydər Əliyevlə kompromis, saziş olsun ki, yenə prezident hakimiyyətinin saxlanması və ölkənin vəziyyətdən çıxması mümkün olsun. Bu hərbi siyasi böhrandan, krizisdən. Yəni, belə ilə, xahiş edirəm sizdən,
Ərəstun bəy sözün deyib qutarandan sonra desin buyurun siz başlayın. Buyurun deməmiş xahiş edirəm danışma. Çünki tamaşada eşitmir onsuz da eyni vaxtda danışırsınız. Ərəstun bəy buyurun davam edin. Qurban bəy, bax Pənah bəy, çox gözəl. Mən sizin dediyiniz o məntiqi qəbul elədim. Amma burada da iki dənə sual çıxır ortaya. Ölkənin baş naziri istefa verib, prezident komandasının mühüm üzvü. Ölkənin parlament spikeri, prezident komandasında ən mühüm şəxs prezidentdən sonra istefa verib və o post verilib Heydər Əliyevə. Son anda da 3 güc strukturu rəhbəri kənarlaşdırılır vəzifəsindən və ən azı ikisinin yerinə Heydər Əliyevin adamı gətirilir və bundan sonra ölkənin prezidenti Bakı şəhərini, paytaxtı tərk edir. Dünən bu məsələdə mənə etiraz eləyən oldu bizim iclasda ki, ölkəni tərk edir. Prezident kabinetində prezidentdir. Prezident gedib kənddə oturub sərəncam fərman imzalaya bilməz. O işləməyəcəkdir. Dövlətdir. Burada söhbət kolxozdan getmir axı. İndi sual olunur ki, yaxşı, prezident hakimiyyətini saxlamaq üçün eləyirsiniz prezident postunu. Kimlərlə? Prezidentin komandası yoxdur artıq. Nəyi saxlayırdınız? Siz bildiniz ya. Quranda deyəcək buyurun davam edin. Xahiş edirəm səbirlə gözləyək. Bir tək Əbülfəz Elçi bəy, qardaşlar, bir dəfəlik artıq bunu etiraf eləmək lazımdır ki, biz məsələn bacarmadıq, biz qan tökməkdən ehtiyat elədik, biz vətəndaş müharibəsindən qorxduq. Hərçənd vətəndaş müharibəsinin şərtləri var. Azərbaycanda o dövrdə vətəndaş müharibəsi... Mən bunu dəfələrlə deyib də Elçi bəy. Dəfələrlə deyib. Və nəhayət. Bir dəfəlik etiraf eləmək lazımdır ki, biz hansısa şərtlərdən bacarmadıq və hakimiyyətə ötürdük Heydər Əliyevə, hansının ki o dövrdə Azərbaycanda sosial dayağı bəlkə 1% də deyildi. Yoxsa çox idi. Qutaranda xahiş edirəm buyurun deyin ki, Pənah bəy cavab versin. Mən yekunlaşdırdım. Buyurun Pənah bəy. Mən öz adımdan artıq bu deyəcəyim mənim fikrimdir, mənim yazılarımda var ki, o dövrdə mənim mövqeyim belə olur ki, əgər hakimiyyəti saxlamaq mümkün deyilsə, belə bir nəzəri, hipotetik bir situasiya varsa ki, demək, hakimiyyəti biz saxlaya bilmirik. Hakimiyyəti ya Sürət Hüseynova, ya konkret halda Mütəllibova, ya demək, Heydər Əliyevə təhvil vermək lazımdır, ötürmək lazımdır sizin dediyiniz kimi. Mən hesab edirəm ki, orada o yuxarıda əvvəldə dediyim kimi heç də Heydər Əliyevə verilməsi ən pis senari deyildi. Mənim mövqeyim bundan ibarət olur. Mən bunu səsləndirmişəm publik olaraq. O cümlədən müzakirələrdə. Sizdən fərqli olaraq mən hesab edirəm ki, hər halda o dövrdə adını çəkdiyim şəxslər içərisində ən çox Xalq Cəbhəsi hakimiyyətindən, prezident hakimiyyətindən başqa protest elektoratı daxil, müxalifət daxil ən çox sosial bazası olan Heydər Əliyev idi və onun ətrafı idi. İstər regional əsasda, istər siyasi ideoloji əsasda, istər psixoloji hətta bir qüvvə olaraq bundan ibarət idi. Məsələn, mənim bir müzakirəni sizə xatırladımdır. Yəni vəziyyət bunun xatırladım. Bir dəfə müzakirə gedirdi və demək ASTV-də bilmirəm indi sağlıqsa Allah canını sağ olsun Telli Pənah qızı ilə və orada Nazim İmanov və digərləri ilə o vaxt AMİP-in rəhbərliyinə daxil idi Nazim müəllim. Biz ana müxalifət istəyirdik. Mən dedim ki, ana müxalifət demək YAP və Heydər Əliyev tərəf söhbət gedir martdan. Mart ayından 93-cü ilin. Vəziyyət bundan ibarət idi və açıqcası demək digər başqa bir mühüm məsələ də var. Mən bunu deyim və deməkdən də çəkinmirəm. Bizim məlumatlarımız, informasiyamız bizim deyərkən mən həm də prezidenti nəzərdə tuturam. Və prezidentin məlumatları təkcə buradakı məlumatlar deyildi. Bir sıra qonşu, dost dövlətlərin də verdiyi analitik və ya kəşfiyyat xarakterli məlumatları nəzərdə tuturam. Ondan ibarət idi ki, demək, ermənilər və çox yayılmış bir fikir var, bu sizin müzakirələrdə də səslənir. Ermənilər və ruslar Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdilər. Bizim məlumatlarımıza görə rusların və ermənilərin hakimiyyətə gəlməsini istəyən əsas fiqur o dövrdə və Sürət Hüseynov qiyamının da siyasi məntiqi nəticəsi demək, Ayaz Mütəllibovu və bir komandanı gətirmək idi. Və Heydər Əliyevin hakimiyyətə gəlməsində Mütəllibovdan və Sürət Hüseynovun gətirmiş digər şəxslərdən daha az maraqlı idilər.
həmin istər Rusiyada, istərsə erməni dairələri tərəfindən. Biz həm də bu qərarı qəbul edərkən bu dediyiniz sazişləri və s. bu məsələni demək nəzərə almışdıq. Yəni indi bununla razılaşmamaq olar. İndi siz deyirsiniz ki, məsələn Heydər Əliyevin Ana inanın mənə o yalan, o dezinformasiya sizə yalan olaraq elə belə ötürüblər ki, güya siz Qurban bəy olar bir dənə. Qurban bəy. Rusiya indi istədiyi adamı yox. Heydər Əliyev güya Pənah bəylə birləşib Rusiya qalib gəldi. Bu gün siz təhrif eləmə mənim dediklərimi. Mən məsələn Vaqif Hüseynovun çox sonralar, səhv eləmirəmsə 2010-cu, 11-ci ildə dərc olmuş onun memuarları oldu. Və demək Vaqif Hüseynov keçmiş KGB-nin naziri rəisini nəzərdə tuturam. Onun memuarlarında da bu fikir var ki, avqust ayında artıq bizimkilər sözünü işlədir, Primakov nəzərdə tutur. Bizimkilər Yeltsini inandıra bildilər ki, demək, onlar üçün yaranmış şəraitdə seçmək lazım gəlir ki, Heydər Əliyev olmasa xalq cəbhəsi hakimiyyətə qayıda bilər, xüsusən özünü legitim prezident hesab edən şəxs də var. Ondan sonra razı sala bildilər ki, Heydər Əliyevi hakimiyyətdə müdafiə etmək lazım, təxminən payızda. Bu 93-cü ilin payızında. Və mən sizə bir məsələni də deyim, bir daha təkirlə, mən bunu artıq özümün... Qurban bəy, mən səhərdən oturub gözləyirəm, mən çıxıram. Mənə söz vermədiniz. Əli bəy, mən bir cümlə də deyim. Siz nə var söz istədiniz ki, Əli bəy? Mən durub gözləyirəm, verəsiniz, bir saat durub danışmıram, gözləyirəm, söz vermişim. Bir cümlə deyim, Qurban bəy, sonra Əli bəy qiymətli fikirlərini deyər. Deməli, mənim bir il ərzində Moskva ilə əsas mən işləmişəm. Yəni, əvvəllər Burbilislə, sonra Şernamırdinə qədərki dövrdə hərbi, siyasi, kəşfiyyat rəhbərliyə bir Yeltsindən birbaşa təkbətək təmasım olmuşdur. Mən tam qətiyyətlə deyirəm ki, Yeltsin və onun ətrafı, söhbət bütövlükdə Rusiya komandasından, general deddən getmir. Yeltsin onun ətrafı Heydər Əliyevin hakimiyyətə gəlməsində maraqlı deyildi, görünmürdü. İstəmir. Ağlı insanı. Əli bəy, buyurun. Təşəkkür edirəm. Düzdür, Pənah bəy həmişə olduğu kimi deməli yenə danışdı, öz fikirlərini dedi. Mən bir neçə məsələni demək istəyirdim. Pənah bəy özü çıxış eləyəndə qeyd elədi ki, yəni bizim zəifliyimizdən olur. Azərbaycanda milli hökumət əgər qətiyyətli addımlar atsaydı, qiyamın qarşısını ala bilərdi. Heç qiyam baş tutmamış. Bu qiyama cəhd eləyəcəyi gözlənən həm Surət Hüseynov, həm də adını çəkmək istəmədiyim digər qüvvələr hamısı həbs olunsaydı, məsələ həll olunacaqdı. Bunu eləməyib. İkincisi, Pənah bəy deyir ki, özü qeyd eləyir ki, biz nəzəri ehtimallara, müəyyən variantlara uymamalıyıq. Düz deyil ki, bu olmasaydı, bu olacaqdı. Yəni, o baxımdan Pənah bəyin qeyd elədiyi ki, Heydər Əliyevdən daha pis variant var idi. O da təxminən elə bir şeydir. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə biz bütövlükdə Qarabağı işğal olundu. Qarabağın ətrafında 7 rayon işğal olundu. 1 milyon qaçqınımız oldu. Seçki ilə hakimiyyəti dəyişməkdən məhrum olduq və bugünkü bütün faciələrin hamısının kökündə 4 iyundur. Özdə dəyərli Pənah bəy, Azərbaycan müxalifətinə olan bu məsələnin kökündə biz nə qədər də həqiqətləri deməsək də şuuraltı olaraq Azərbaycan xalqı nə baş verdiyini bilir. Bilir ki, hakimiyyət Rusiya yönümlü qüvvələr tərəfindən, Rusiyanın KGB-sinin generalı olmuş Heydər Əliyev tərəfindən gəldi, zəbt edildi və milli hökumət onun qarşısını ala bilmədi. Və Azərbaycan xalqı üstündən 32 il keçməsinə baxmayaraq onu Azərbaycan müxalifətinə bağışlamır. Bağışlamır və məhz ona görə biz heç nə eləyə bilmirik. Ona heç nə də eləyə bilməyəcəyik. Ona görə ki, o siz bilirsiniz də, Einstein'in məşhur sözü var. Deyir, ən böyük axmaqlıq odur ki, eyni metodlarla fərqli nəticələr, müxtəlif nəticələr almaq, o da heç vaxt mümkün olmayacaq. Məsələ burasındadır ki, Pənah bəy,
bizim o 4 iyun həmən günündən danışırıq. Amma niyə ondan əvvəldən biz hakimiyyətə gələn kimi təcrübəli adamsınız, baş naziridiniz, İsa Qəmbər, Elçi bəy. Bizim qarşımızda Privaltka nümunəsi var idi. Gələn kimi arxivləri açdılar, gələn kimi getdilər parlament seçkilərini. Axı biz bilə-bilə ki, bu 360 nəfər Ali Sovetin üzvləri olan deputatlar, o cümlədən Milli Şurada olan deputatlar necə seçiliblər? Bunların böyük əksəriyyəti Rusiyanın adamıdır. Biz nəyə görə KGB arxivlərini açmadıq? Parlament seçkilərinə getmədik. Ondan sonra yalnız xarici intervensiya ilə bizi işğal edə bilərdilər. Da bax, biz əlimizdə olan bu məsələni niyə etmədik? Sonra mən günəllərim sizə sual verdim, siz mənə cavab vermədiniz. Hətta Heydər Əliyev gəlmişdi, siz baş nazir getmişdiniz, baş nazirlikdən istefa vermişdiniz. İsa Qəmbər baş nazir yerinə gəlmirdi, siz qayıdıb baş nazir olmalıydınız. Qayıtmalıydınız yerinə. Dünyanın harasında böhran baş verəndə, bu vəziyyətdə istefa verilə. Mən razıyam ki, siz istəyirdiniz ki, Heydər Əliyevlə dil tapasınız, bir koalisiya şəklində biz bu qiyamın qarşısını alaq. Gəlib görəndə ki, bunu eləmək istəmir, artıq situasiya sizə məlum olmalıydı da. Və elə o zaman görəndə ki, hansı proseslər gedir, nəyə görə birinci gündən xalq çağırılmadı bütün meydanlara, xalqa tutaq ki, elan olunmadı ki, nə baş verə, Rusiya yönümlü. Baxmayaraq ki, xalq cəbhəsi əvvəlki ilə müqayisədə nə qədər nüfuzdan düşmüşdü. Qat-qat. Heydər Əliyevdən də nüfuzluydu, qat-qat. Mən heç Etibar Məmmədovu, başqa qüvvələri demirəm. Edilmədi axı. Niyə deyilmədi ki, prezident qvardiyası özünün bizim göstərişimizlə öz funksiyasını yerinə yetirmək üçün, dövlət tapşırığını yerinə yetirmək üçün gedib orada 21 nəfər qətl edilir. Niyə deyilmədi ki, Azərbaycanda heç bir hərbi qüvvələr o satqın Surət Hüseynovun kazarmasına hücum edilməyib? Yəni o qədər məsələlər var ki. Buyurun. Necə deyilməyib? Bu, üzr istəyirəm, bunu indi biz 69 onu nəfər günlər, ayın 7-sində prezident yanındakı müşavirədə prezidentin çıxışı var. Hər ildə yayırıq onu bu. Yox, Pənah bəy, üzr istəyirəm. Mən o baxımdan demirəm. Mən deyirəm ki, bax, o Etibar Məmmədov, Rəhim Qaziyev, kim ki o adamlar ki başlamışdı İsa Qəmbərin üstünə getməyə, İmam Mustafayev o yalan məlumatı oxuyurdu. İlk gündən niyə xalq məlumatlandırmalıdır ki, nə baş verir? Pənah bəy, bu sual Niyə xalq meydanlara çağırılmadı? Əli bəy, bir dəqiqə özür istəyirəm. Pənah bəy, bu sual çox ciddi sualdır. Bunu hamı verir, ol bilərsiniz ki. Hansı sual? Deyim, mən gördüm ki, düzgün başa düşülmədi, Əli bəy dediyi. Parlament tribunasında iclas gedir. Yazı yarıda mən dedim ki, şəxsən sizlə görüşdük, ayın 5-də ki, canlı efirası müraciət edin. Dedi ki, vaxtı da açılacaq. Vaxtı gələndə açıldı. Necə açıldı? O kişi, İmam Mustafa kimi durdu, dedi ki, 69 nəfəri hökumət qüvvələri qanı qəltan eləyib. Hamı sual verir ki, niyə həmin o söz deyiləndə Pənah bəy, İsa Qəmbər, Elçi bəy üstəl eləmədi ki, bu yalanı nə yayıdsınız, xalqı niyə alladırsınız? Niyə susdunuz? Mən bilən, tamamilə doğru olmayan fikir deyirsiniz və sizin elə Azər Freedim'in arxivində, o cümlə sizin arxivində, həmin demək, iclasının, yəni Milli Məclisin həmin iclasının olmalıdır. Demək, video surəti. Deməli, içində bizim hörmət elədiyimiz şəxslər də olan həmin komissiyanın əlaqədar üzvləri vardır. Nə işlər görüldü? Orada hansı çıxışlar oldu?
Orada hansı çıxışda o cümlə mənim 3 dəfə çıxış eləmişəm. Bunun tamamilə yalan olması, bunun həqiqətə uyğun olmaması. Bilirsiniz hələ indiyə qədər də İfrə gedib o Pənah bəy, başa düşmürəm. Necə? İfrə gedib o şeylər. Əgər canlı Yox, şəxsən mən onu eşitməmişəm. Yox, canlı getməyib. Canlı. Bir də o kasetə baxın, stenoqramlarda qalıb o həmin iclasın. İmam Mustafayevin o hazırladığı məruzəni oxuya bilmədi. Sabir Rüstəmxanlı oxudu. O informasiyanı heç kim durub təkzib eləmədi. Nə İsa Qəmbər, nə Hüseyin, nə heç. Bir dəqiqə. Xahiş edirəm mən sizdə onu mətbuatı demirəm mən. Deyirəm canlı yayın gedəndə. İclasda cavab verilib ki, çox orada böyük bir skandal oldu. Orada hətta bəzilərinin haqqında fiziki təzyiyə qədər yox, dediyiniz efirə gedib, mən efirdə görməmişim o şeyi. Hamı suala verir ki, biz efirə veririk, həmin materialı mən vermişəm də Pənah bəy. Sizdə varsa xahiş edirəm, onun linkini atarsınız, onu kəsib ayrıdan o hissəsi verir mən efirə. Çünki bunun hamı hakimiyyətin ötürülməsi məsələsi müzakirə olunanda bir əlavə arqumenti gətirirlər ki, bunların fikri yox idiysə, niyə etiraz eləmirdilər? Yox, siz doğru məlumat vermirsiniz. Əvvəla ayın 7-sində, mən bir dəqiqə icazə verirəm. Ayın 7-sində prezident administrasiyasında dövlət müşavirəsi oldu. Ayın 7-sində dövlət müşavirəsində o cümlədən təhlükəsizlik sektoru nazirlərinin çıxışı olubdu, prezidentin çıxışı olubdu, mənim çıxışım olubdu və mətbuatda o cümlədən rəsmi dövlət mətbuatına dərc olundu. Ayın 8-9-da ki, Milli Məclisdə həmin iclas oldu. O iclasın özünün olması səhv idi, bunu deyil. Mən də razılaşıram. Bəli, o iclasın olmalı deyildi. Bir. İki, o iclasın canlı yayın verilməli deyildi. Yanlış. Siz bundan danışın, yoxsa orada hamı danışıb. Milli Məclisin sədri də demək, mən də və digər bütün orada iştirak edən deputatlarımız da bizim Milli Məclisin xalq cəbhəsindən olan demək deputatların hamısı və konkret olaraq pis günə qoydular həmin o demək arayışı və onu eləyən şəxsləri, hətta ondan imtina və s. qədər gəldilər, indiyə qədər davam edir. O baxımdan mən heç cür başa düşmürəm ki, güya çıxışlar olmayıbdır, bunun əleyhinə təksirlər olmayıbdır və s. Ayın 8-dən başlayaraq, icazə ver Əli bəy, 8-dən başlayaraqsa rəsmi mətbuat daxil olmaqla Azadlıq qəzeti, Müxalifət qəzeti, ATV bütünlüklə qiyam adını çəkməklə qiyam bu qətlə yetirilmiş prezident qvardiyasının qatilləri, hətta xəstəxanalarda yaralıları güllələyiblər və ilaxır İslamda böyük yazılar gedir. Yəni bu məsələ tamamilə yanlış. Məndən başqa şey deyirəm. Yəni konkret o Milli Məclisdə, o iclasda Milli Məclis sədri İsa Qəmbər, mən istifa versəm də iştirak edirdim və 3-4 dəfədə çıxış eləmişəm. Mən Milli Məclisin üzvü demək Arif Hacılı, rəhmətli İbrahim İbrahimli və digərləri demək o məsələlər barədə birbaşa çox kəskin və qəti reaksiya verib cavablar söyləyiblər. Amma dezinformasiya yayılmışdı da artıq. Əlbəttə ki, ümumiyyətlə isə, lakin mən hesab edirəm sizdən fərqli olaraq ki, o iclas olmalı deyildi bir, ümumiyyətlə. Və o efirə getməli deyildi, bu da ikinci. Bu indi artıq olub keçib. Bizim Ərəstun bəy də dedi burada, Ərəstun bəy, bizim özümüzə tənqidi, hətta mən hesab edirəm biraz daha... Sənin səsin çox anormal gəlir, qardaş, yerə də sənin səsin ilə qulaqlıqla danışırsan. Tənqidi münasibətlərimiz olubdur. Biz düz eləsəydik, məğlub olmazdıq ki, hər şeyi. Əlbəttə ki, məsuliyyət bizimdir. O Əli bəyin dediyi torpaqların işğalı, mən özümlə yuxarıda dedim, 10 minlərlə insanın həyatdan getməsi, 100 minlərlə insanın dizərgin düşməsi və yuxarıda təsadüfən mən dedim ki, indi də içindən çıxa bilmədiyimiz demokratiyanın faktiki deformasiya uğraması hələ nə qədər çəkəcək məlum deyil. Bütün bunlar hamısı bizim üzərimizdə, yəni bəraət verilməsi mümkün olmayan. Yəni dedikləriniz ki var, bayaq dedilər, yaxşı variant Heydər ötürməlidir, ən pis variant Heydər ötürməlidir. Yəni biz bilmirik ki, Ayazı ötürsəydə nə olacaq, amma niyə ötürməlidir ümumiyyətlə? Ona görə də yuxarıda deyil, bu mənim mövqeyimdir, subyektiv mövqeyimdir, mənim təhlillerimdən irəli gələrək mən bu nəticə deyəm, indi də. Aydındır. Təşəkkürlər. Ərəstun bəy, buyurun. Bax, siz dediniz artıq bunu. Pənah bəy etiraf elədi ki, 3 variantdan ən yaxşısı seçilmişdi. Bunu hakimiyyətin təhvil verilməsi və yaxud ötürülməsi kimi hesab eləmək olar. Mən nə vaxt dedim ki, ən yaxşısı seçildi. Mən dedim ki, ən pis deyildi. Mənim ifadəm bu şəkildə. Mən təsadüfən o sözləri o şəkildə demirəm. Heç də ən pisi deyildi seçilən variantların. Mən bunu dedim. İstələrlə pisi. İndi o da bir var, o da bir fikirdi, mövqeydi ki, ən pisiydi. O da sizin mövqeydi. Yəni Ərəstun bəy, buyurun. Təşəkkür edirəm ki,
Pənah bəy başqalarından fərqli olaraq, yəni o hadisələrin mərkəz figurlarından fərqli olaraq bu müzakirələrə qatılır, fikrini bildirir. Təbii ki, Pənah bəy həmişə sözünü deyir. özü istədiyi, özü bildiyi kimi o da Pənah bəyin haqqıdır, şübhəsiz. Və bir kəlməni də demək istəyirəm. Pənah bəyin o məşhur yazısı var, cinayətimiz məğlubiyyətimizdir. Pənah bəy o başlıqla bu gün də razılaşırmı? Əlbəttə ki. Yəni bizim cinayətimiz bizə qarşı irəli sürülən məğlub olmağımızdır. Biz onun davamı da var o cümlənin ki, biz məğlub olmaqla cinayətə yol vermişik. O başlıqla bu gün özünüzlə razılaşırsınızmı ki, uğurlu başlıqdır? Yəni fikir mənimdir. Mən də sözlər də mənimdir. Və mən bu gün də hesab edirəm ki, bizim bəraət verilməsi mümkün olmayan və məsuliyyət daşıdığımız Cinayətə yol vermişdik. Məğlub olmağımız. Yox, diqqət elə. Məğlub olmağımız. Başqa ondan daha böyük bir cinayət yox. Təşəkkürlər. Deyəsən Ərəstun bəy sözünü dedi, Bir bitirdi. məsələ qaldı, deyəsən vaxta qurtarır Qurban bəy. Ərəstun bəy dünən ya sırağa gün bir arxivlərə də indi Əli bəy də toxundu. Bu arxivlər məsələsində də mən qısaca bir deyim, əgər dəfələrlə baxılmasından baxmayaraq. Çünki mən eşitdim ki, Ərəstun bəy orada deyir ki, arxivləri gedib dərhal bağladılar. O arxivlər bağlanmıyor. Əvvəla bunu biləsiniz. Yəni mən demək may ayının 16-sında İxtiyar Şirin, Tahir Kərimli və Xalq Cəbhəsinin nümayəndəsi kimi Pənah Hüseyn tərəfindən o vaxt prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun rəsmən yazılı şəkildə qəbul edib imza qoyduğu qərar əsasında Milli Məclisin sədri və prezident sədrinin şəxs olaraq biz demək Milli Təhlükəsizlik Nazirliyinin binasını və içəridəki xidməti və demək iş otaqlarını, kabinetləri möhürləmişik. Çünki bütün hamısı boşaldıldı. Orada nazir başda olmaqla bir neçə nəfər mühafizəyə saxlandı. Bir də hökumət pass xidməti deyilən rabitə demək o xidmətini qulluq edənlər qaldı. O baxımdan bunun arxivin bağlanması kimi dəyərləndirilməsi yanlışdır. Doğru deyil bu. Belə bir şey olmayıbdır. O cümlədən arxivin yerləşdiyi otaqlar da demək şübhəsiz ki, otaqların hamısı möhürlənmişdir. Qeyd etdiyim patsdan başqa bu barədə də informasiya danışarkən bu məsələlərdə aydınlıq olsun. İkincisi, bu arxив məsələsini mən belə başa düşürəm ki, bugün Əli Quliyev, Əli bəy toxundu o məsələyə. Bu yenə də belə demək çox belə yararlı tərəflərdən biri kimi qalır. Məncə buna bir xüsusi nə varsa bir veriliş həsr eləsəz, mən demişəm düzdür, elə sizin bu efirdə bu məsələ aydınlıq gətirməyə çalışmışam. Bir daha belə görünür ki, bu məsələlərə daha təbərrüatlı və daha konkret şəkildə aydınlıq gətirilməsinə ehtiyac var. Təşəkkürlər. Biz davam edəcəyik. Sabah da bu, yox, bizim sabah iclasımız var. Bazar günü ola bilsin bunu davam edəcəyik. Amma icazə verirsiniz, mənim bir fikrim var, deyim mən. Bu söhbətləri biz həmişə elə aparmalıyıq ki, tamaşaçı, xalq, yoxsa gənclər, gələcək nəsillər nəsə faydalansınlar, bir xeyir götürsünlər. Mən bir sual verdim söhbətin əvvəlində ki, dövlət çevrilişinə əsas var idi mi? Hərsən də hörmətli Rüstəm müəllim özünün yazdığı məqalədə güya Azərbaycanda həmin dövrdə dövlət çevrilişini zəruri eləyən 4 güya şərtin 4-ünün də olması barədə fikir bildirir. Mən şəxsən hesab edirəm ki, bir dövlətdə hakimiyyəti devirmək üçün ilk növbədə onu devirəndən soğut eləmədilər ki, mən bu sualı həmişə, indi ad deməyəcəm, yaxın dostlarım var, xatır istədiyim və o zaman çevrilişdə iştirak edən bir çox adamlarla danışanda da həmişə bu sualı verirəm. Mütləq hakimiyyət devirən adam soğut eləməlidir ki, bu hakimiyyət devrilməlidir. Niyə? Mənim xoşum belə istəyi yox, sən cinayətkarsan. Bu hakimiyyət dövlətin və xalqın əleyhinə fəaliyyət göstərir, xəyanət eləyir. Əziz vətəndaşlar, dəyərli dostlar, 1993-cü ilin 4 iyununda baş verən hadisənin törənməsi üçün həmin dövrdə heç bir nə siyasi, nə faktoloji, heç bir hüquqi zəmin yox, əsas yox idi. İndi Pənah Hüseyndən hamı narazı ola bilər, Qurbandan hamı nifrət edə bilər, nə bilim, Elçibəyə sevməyə bilərsiniz. Amma əgər Allaha olan, imanı olan adamsansa, həmin dövrdə görülən işləri və həmin dövrdə baş verən hadisələri düzgün qiymətləndirmək lazımdır. Şəxsən mən bir Azərbaycan vətəndaşı olaraq
Öz o vaxtda müxalifətdə olmuşam mən. Müxalifət partiyasının üzvü olmuşam ADP-də. Mən vəzifədə olmamışam. Mən o hakimiyyətdə təmsil olunmamışam. Amma Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi üçün kim iddia eləyirsə ki, əsas var idi, çıxıb efirə fakt qoymalıdır ortalığa. Deməlidir ki, bu fakt var, Pənəsöyün vətənə xəyanət eləmişdi, dövlətən hakimi mənimsənmişdi, cinayət eləmişdi. Mən dedim, düzəlmədi, mən onu devirdim, məcburdum xalq və dövlət namına. Qalan bütün hallar deyilən dövlət çevrilişləri cinayətdir, xalqa və dövlətə qarşı törədilir, ən ağır cinayətdir və xalq belə məqamda mütləq rəsmi hakimiyyətin yanında olmalıdır. Yoxsa dövlətçiliyimiz baş tutmaz. Bu günləri, Rüstəm, mən üzr istəyirəm, mən fikrimi tamamlayayım. Bu söhbəti eləndə mən bir yaxın dostum mənə dedi ki, ona sən niyə bu günləri İlham Əliyevin əleyhinə xalqı qaldırmağa çalışırsan? Mən ortalığa faktlar qoyuram ki, bu hakimiyyət, bu heydərizm, bir, hakimiyyətə qanunsuz gəlib, seçki saxtakarlıqdan gəlib, iki, dövlət əmlakını dağıdır, məhv eləyir, ordunu məhv eləyir, məhkəməni məhv eləyir, dövlətçilimi məhv eləyir. Fakt qoyuram ortalığa, deyirəm, ay xalq, gəlin ərlə verək, rejimi dəyişdirək. Elçibəy hakimiyyəti 11 ay hakimiyyətə qalan bir qüvvəyə qarşı sən üsyan eləyirsən, əlində bir dənə faktın yoxdur ki, niyə mən bu üsyan eləyirəm? Xalq üsyan eləməyib, Qurban bəy. Üsyan yox, çevriliş eləyirsən, adam tankın üstə gəlib, göçədə adam öldürüb. Bunu üsyanın buynuzu var, anlamadım. Surət eləyib də onu, xalq deyirsiniz, xalq eləməyib. Üzr istəyirəm, xalq, mən ifadəni səhv işlətdim. Yəni bir qrup adamın bu hərəkəti birbaşa dövlət çevrilişidir. Ona görə mütləq cavab verilməlidir, gec tezi var. İkincisi bir məsələ var. Burada çox deyildi. Gəncədə 18 ilə 21 adam öldürülübdür. Bunu dövlət öldürməyib, bunu cinayətkarlar öldürüb, Surət Sürəm tərəfdarları öldürüb. Bu günə qədər bu fakt araşdırılmır. Bu necə dövlətdir? Əgər Heydər Əliyev özün prezident sayırdısa, İlham Əliyev özün prezident sayırsa, sən necə bunu araşdırmaya bilərsən? Amnistiya verilmişdi. Amnistiya demək deyil ki, sən bunu araşdırmayasan. Mütləq araşdırmalıdır o hadisələr. Kim əmr verib, kim öldürüb, ondan sonra baxılmalıdır. Bu adamların hərəkəti amnistiya düşür bu vaxt verilən amnistiya. Əgər amnistiya veriləndən sonra da bu adamlar o fəaliyyəti davam etdiriblərsə, cinayət törədiblərsə, o düşə bilməz amnistiya. Onlar cavab verməlidirlər. Dövlətçilik budur. Yoxsa bu qaydada elə mən çıxıb bugün xoşum gəlmədi Pənatdan, Hüseyin Qurbandan, durum mən bu devirin. Belə dövlət olmaz ki. Rüstəm müəllim, buyurun, sizdə harada da o faktlar ki, güya 4 iyunda Azərbaycanda dövlətin devrilməsi üçün 4 obyektiv şərt olub. Buyurun. 4 obyektiv şərt Qurban bəy. Mən onu belə dedim ki, bu şərtlər daxilində dövlət çevrilişi ola bilər. Bu bir. İkincisi, qonşu aqressiv dövlət var idi mi? Var idi. Xeyr, yox idi. Yox idi. Sözünü bitirir bizdə deyil. Məcbur deyil idi ki, o öz qoşununu yeritsin bura. O öz adamlarının vasitəsilə, həmən surətin, həmən başqalarının vasitəsilə həmən görüldü. Buydu, dövlət var idi və o öz istəyini satmaq istəyirdi o yolla. Mən bunu demək istəyirəm. Əsas şərt o idi ki, başqa xarici dövlət var idi, o dövləti özünə tabi eləmək istəyirdi. Rüstəm müəllim, əslində mən diqqət elədim indi. Bu Rüstəm müəllimin dediyi o deməkdir ki, yəni dövlətə qarşı üsyan eləmək, qiyam eləmək, dövlət çevrilişi yəni etmək üçün əsaslar, qanuni, hüquqi, mənəvi əsaslar yox idi. Çünki xarici dövlətin o təcavüzü, daxildəki onlara qulluq edən qüvvələrin mövcudluğu, bütün bunlar hamısı bunun əslində daxildə bunun olmaması deməkdir ki, yəni qanuni, hüquqi, mənəvi, əxlaqi əsaslar yox idi və həmin qiyam Azərbaycan xalqına qarşı, dövlətinə qarşı tarixən ən böyük cinayətlərdən biridir və belə də qalacaq. Bəli, tam doğru. Rüstəm, buyurun. Bu dəqiqləşdirməyə görə sizə minnətdaram. Sağ olun. Başqa deyəcəyiniz yoxsa yekunun ətraf bu günlük, olar mı? Olar, çox sağ olun, minnətdaram ya. Mən Rüstəm müəllim sizə çox təşəkkür edirəm. Sizlə bir söhbətimiz bizim davam edəcək yenə də. Çox sağ olun. Minnətdaram sizə, var olun. Mən də sizə minnətdaram. Pənah bəyə minnətdaram. Mənim fikrimi çox dəqiq. Mən çox vaxt çatdıra bilmirəm, üzr istəyirəm. Fikrimi
da indi bağışlayayım, o müəyyən səbəbləri var. Təşəkkürlər. Çox sağ olun, minnətdaram, mənim fikrimi dəqiqləşdirdiniz. Sağ ol. Mən əsl onu demək istədim. Minnətdaram hamınıza. Çox sağ olun. Çox sağ olun. Deməli, Pənah bəy, mən sizə təşəkkür edirəm. Vaxt ayırıb gəldiniz, müəyyən şeyləri aydına gətirdiniz. Əli bəy, sizin demək istədiyiniz varmı, nəsə qalıbmı? Sonra Yox, mən davam belə eləməyim. məlum oldu ki, bizim dediklərimizlə Pənah bəyin dediyi heç bir ziddiyyət yoxdur. Yəni, Yəni ki, Pənah bəy də etiraf edir ki, həqiqətən o deyilənlərin bir çoxu qabardılır, o hakimiyyət nümayəndələrinə aid deyil ki, vətəndaş müharibəsi olacaqdı, sonra Rusiya ciddi şəkildə təzyiqləri var idi və mən təşəkkür edirəm. Pənah bəy özü də ifadə elədi ki, biz hakimiyyətin günahıdır, Pənah bəy həmişə deyir. qətiyyətsizlik göstərmişik. Necə? Pənah bəy həmişə deyir o söz onsuz da. Pənah bəy demiş ki, o bir mələk, bir heç günahımız yoxdur. Səhv eləmiş. Yox, yəni o baxımdan ki, hakimiyyətin getməsi üçün obyektiv şərtlər yox idi. Qurban Yəni, bəy, bir dəqiqə olar, mən var. üzr istəyirəm Əli bəy sözünü kəsmək çıxmaz. Bir çox suallar var Pənah bəy, açığı. Yox, bir cəmlə. Bilirsiniz Necə? söhbət nədən gedir? Əli bəy, bizim qiyamın yaranmasına gətirib çıxardan situasiyanın qarşısını almamaq və qiyam başlandan sonra onu yatsıtmamaq günahımız, məsuliyyətimiz, demək, cinayətimiz var. Mən o öz sözümlə ifadə edeyim. Amma bunun o şəkildə təqdimatı lazım deyil ki, bu qiyamı eləyən, xalqın, dövlətin əsaslarına balta çalan şəxslərin cinayəti gölgədə qalsın. Yəni, qiyamçı məsuliyyəti var, təqsiri var. Qiyamın qarşısını öz vəzifəsinə görə, dövlətdə rəhbərlik elədiyinə görə qarşısını ala bilməyənlərin də qiyamın qarşısını almamaq məsuliyyəti var. Biz elə deyirik də Pənah bəy. Biz elə deyirik, amma yəni bəzən o qədər bunu deyirik ki, o zat qalır, oğru qalır qıraqda. Yox, oğrunun, bax Pənah bəy, sizin də bir çox bizim dostlar da deyir ki, oğrunun heç mi günahı yoxdur? Axı oğrunun vəzifəsi oğurluqdur da, onun biz quldurdur. Onun nəyin ittiham eləyəcəyik? Bu millətin... Amma onun əli kəsilməlidir, şəriətə görə də, qanuna görə də bu ev yəsinə isə tənbih olunmalıdır. Bu var. Neysə, yəni mən demək istəyirəm oldu. Tam doğru, tam doğru. Amma bir çox suallar var. Məsələn, buna mən istəmirəm səsləndirsəm uzanacaq vaxtımız. Vaxtınızı almayın. Təşəkkür edirəm. Yekunlaşdıraq. Sonra mən danışarım. Pənah bəyin vaxtı olar. Əli bəy, vacib sualları da əvvəlcədən hazırlayarsınız. Mən də tamaşaçılar burada bayaqdan yazırlar. Mən üzr istəyirəm bütün tamaşaçılardan. Sizlərin suallarını mən... Bu konkret məsələlər var. Mülahizələr, dəyərləndirmələr təbii ki, lazımdır vacib. Amma bizim, yəni mənim bayaqda sizə dediniz, bizdən ala biləcəyiniz əsas məsələ faktiki, şübhə doğurmayan, yəni. Faktoloji materialı, kimin nə sualı varsa, mən dünən də dedim bu istiqamətdə, hər öz fikrinə qalsın dəyərləndirmədə, o məsələlər barədə suallarınızı hazırlayın, bu məsələlərə aydınlıq gətirək. Mənim əlimdə nəhəng və zəngin bir material var, gördüyün hadisələr barədə. Gələn bu il və gələn Allah qoysa bir 3 kitab buraxmaq fikrimiz var, qismət olsa. Bir çox məsələlərə aydınlıq gələcək. İnşallah. Hörmətli tamaşaçılar, xahiş edirəm, hamı sualını hazırlasın. Şəxsən mənim telefonuma da, WhatsApp-a da ata bilərsiniz suallar əvvəlcədən. Və yaxud da indi Pənah bəy vaxtı onda dəvət edərik. Canlı bir debat təşkil edərik. Birbaşa yazılı suallarınızı verərsiniz, qoşulub suallar verərsiniz. Çünki bu məsələyə, bu 4 düyün məsələsinə nə qədər də Pənah bəy biz araşdırmışıqsa da, mənə elə gəlir ki, hələ də qaranlıq məqamlar var və problem həllini tapmayıb. Mütləq 4 düyünə hüquq və siyasi qiymət verilməlidir. Biz Azərbaycan Xalq Parlamentində bu barədə artıq danışılıb, rəhbərlik qərar veribdir ki, mütləq dinləmələr keçirilsin Xalq Parlamentində. Maraqlı tərəflər kim istəyə gələr sözün deyə danışarlar və mütləq Xalq Parlamentinin səviyyəsində bu məsələyə hüquq və siyasi qiymət veriləcəkdir. Gələcək nəsillər bunu bilməlidir, kim kimdir. Yoxsa bu qaydada ilə hamını qaralamaq düzgün deyil. Millət bir xeyrinə şərin yeri səhv salıb. Təşəkkürlər, minnətdarım hər birinizə. Başqa deyəcəyiniz yoxsa yekunlaşdıraq. Buyurun. Sağ olun Pənah bəy. Əlbəttə təşəkkürlər. Sağ olun, var olun, minnətdarım. Hörmətli tamaşaçılar, mən sizin hər birinizə təşəkkür edirəm. Azərfirdi Maliyyəsi adından bir daha Pənah bəyə, Əli
və eləcə də telefon vasitəsilə qoşulan Rüstəm müəllimə, Ərəstü bəyə təşəkkür edirəm, minnətdaram, sağ olsunlar. Siz də sağ olun ki, 2 saat 20 dəqiqə qədər vaxtınızı səbirlə bizə həsr elədiniz. Ümid edirəm ki, bu vaxtı bizə sərf etdiyinizə görə peşman deyilsiniz. Çünki Pənah bəyin bildiyi, verdiyi məlumatları nə mən, nə bir başqası bilir, başı nazır olub. Yəni, bütün xəbərlərin ilk mənbədən bilən adamdır. Əli Quyevin sözünü deyən adamdır. Gördünüz ki, yəni, nə qədər bəzən də kəskin, belə ziddiyyəti mövqelər oldu. Ərəstun bəy öz fikrini deyən adamdır. Pənah bəy də hamısına cavablandırdı. Bəzi məsələlər ola bilsin ki, cavablar sizi, məni qane eləməsin. Bu da təbii bir şeydir. Hərənin öz fikri var, hərənin baxışı var, hərənin öz rakusu var, baxış bucağı var. Ona görə də növbəti görüşlərimizdə gördüyü ilə bağlı kiminlə sual olacaqsa mən şərait yaradacaqam, mütləq verib istənilən adama, istə Pənah bəy üstü başqa qonaqlarımız olsun, cavablar alacaqsınız. Gecəniz xeyrə qalsın. Allah mand olun. Sabah saat 21-də yox, sabah şənbə günüdür. Xalq Parlamentinin növbəti iclasıdır və çox ciddi bir sənəd qəbul olunacaq. Azərbaycan ordusuna qarşı və xüsusilə Tərtər dövlət qətliamı ilə bağlı Xalq Parlamentinin qətnəməsi müzakirə olunub qəbul olunacaq. Sizin hamınızı sabah saat 20:00-da yenə də Azərfilm ekranları qarşısında görmək arzusu ilə gecəniz xeyrə qalsın. Allah mand olun, sağ olun.